qarşısında maneəyə rast gələrək iki yerə ayrılır. Zincirtili və çar samitlər. Zincirtili samitlər çürükdən bir də avazdan ibarət olur. Çar samitlər isə təkcə çürükdən ibarətdir. Zincirtili samitlərin çar qarşılığı var. Demək, B zincirtili olaraq çar qarşılığı P-dir. C, Ç, D, T, C, Ç, G, X, J, Ş, G, K, L, M, N, R zincirtili samitləri sonur samitlər hesab olunur. Çünki bunların demək çar qarşılığı yoxdur. V, F, H-nin isə çar olaraq zincirtili qarşılığı yoxdur. Y, H-dir. Buna ix da deyirlər. İx səsini verdiyinə görə. Bir də Z, S olaraq da çar qarşılığı S olaraq götürülür. Bunlardan M, N burun samiti hesab olunur. Çünki M, N tələffüz edərkən səslər sanki burundan tələffüz olunur, burundan çıxır. Bir də var H. H isə boğaz samitidir. Səs sanki boğazdan tələffüz olunur. Tələffüzünə baxaq. Qoşa P, qoşa T, qoşa Ç, qoşa G. Bunların birincisi çar olaraq qalır. İkincisi isə öz zincirtili tələffüz olunur. T-nin qarşılığı D, zincirtili, K-nin qarşılığı C. G-nin qarşılığı G-də isə fərqlidir. Birincisi öz çar qarşılığı ilə tələffüz olunur. İkincisi isə zincirtili, birincisi çar qarşılığı tələffüz olunur. İkincisi isə olduğu kimi zincirtili olaraq qalır. Buna nümunə olaraq yazabilirik hoppanmaq sözünü. Tələffüzü hop, bam, maq olacaq. Sonra hətta sözünü görmək olar. Hətta, hətta olacaq. İkincisi öz zincirtili qarşılığı tələffüz olunacaq. 8. İkincisi öz zincirtili qarşılığı ilə tələffüz olunacaq. Məsələn, hoqqa sözü. Birincisi qoşa qıllar da fərqlidir. Çünki iki zincirtili samitdir. Birincisi çar qarşılığı ilə tələffüz, ikincisi olduğu kimi qalacaq. İndi isə müxtəlif cinsli qoşa samitli sözlərin yazılışına, tələffüzünə baxaq. F, T, sonra X, T, Ş, T, S, T birləşməli sözlərə baxaq. Məsələn, neft sözü. Neft sözündə F, T, yəni iki çar samitin birincisi olduğu kimi qalır, ikincisi isə tələffüzdə düşür, nef olur. Amma buna saitlə başlanan şəkilçi artırsam, T, D-yə keçəcək, nef, D olacaq. Məsələn, taxta sözündə taxda kimi tələffüz olunacaq. Yəni, iki çar samit yanaşı işlənərsə, ikincisi öz zincirtili qarşılığı ilə tələffüz olunar. Sonra, güzəşt sözü. Güzəşt yazılır. Tələffüzdə güzəş olaraq tələffüz olunur. Əgər buna yenə də mən saitlə başlanan şəkilçi artırsam, güzəşti. Onda T, D-yə keçəcək. Sonra, sərbəst sözü. Sər,
bəs olaraq tələffüz olunacaq. Yəni t düşəcək. Amma saitlə başlayan şəkilçi artırsam, sərbəstdir, məsələn, sərbəstdir olaraq da tələffüz olunacaq. Y hərfi olan sözlərin tələffüzünə baxaq. Əgər qoşa y söz kökü daxilindədirsə, olduğu kimi, əgər yox, şəkilçi daxilindədirsə, məsələn, ədəbiyyat sözündə. Ədəb sözün köküdür. İyyət onun şəkilçisi. Demək, bunun tələffüzü necə olacaq? 2 yıldan biri düşəcək. Məsələn, nəzəriyyə sözü. Nəzər sözün köküdür. İyyə onun şəkilçisi olduğuna görə qoşa yığlardan biri tələffüz olunmayacaq. İndi isə sonu Q və K hərfləri ilə bitən sözlərin yazılışına, tələffüzünə baxaq. Məsələn, çiçək sözü, bir də qonaq sözünə baxaq. Təklikdə işlənərkən çiçək sözü çiçək olaraq tələffüz olunacaq. Qonaq sözü isə qonaq olaraq tələffüz olunacaq. Əgər bu sözlərə sait ilə başlanan şəkilçi artırsam, K, Y əvəzlənməsi baş verər. Samitlə başlanan şəkilçi artırsam, tələffüzü eni ilə təklikdə necə işlənirsə, o cürdə qalacaq. Çünki samitlə başlanan şəkilçi artırmışam. Eni ilə qonaq sözündəki. Qonaq sözünə saitlə başlanan şəkilçi artırsam, Q əvəzlənməsi baş verəcək. Amma samitlə başlanan şəkilçi artırsam, yenə də təklikdə necə işlənirsə, o cür tələffüz olunar. Qonaqlar olaraq tələffüz olunar. Yəni, əgər hansı sözdə ki, K əvəzlənməsi, Q əvəzlənməsi baş verərsə, bu sözlər milli mənşəli sözlər hesab olunur.